Aprelin 24-də YAP Ağcabədi rayon təşkilatında Konstitusiya və Suverenlik ili çərçivəsində 25 aprel sahibkarlar gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə ictimaiyyət nümayəndələri və müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər. Öncə tədbir iştirakçıları tərəfindən Yeni Azərbaycan Partiyasının yaradıcısı Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub. Tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra Yeni Azərbaycan Partiyasının banisi Ulu Öndər Heydər Əliyevin dünyasını dəyişmiş YAP üzvlərinin və xalqımıza qələbə sevinci yaşadan, dövlət müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov rayon sahibkarlarını Sahibkarlar Günü münasibətilə təbrik edib, onlara ölkə iqtisadiyyatının dinamik inkişafı və məşğulluğun təmin olunmasına töhfə verən fəaliyyətlərində uğurlar arzulayıb. Rövşən Əhmədov çıxışında Azərbaycanda sahibkarlıq fəaliyyətinin tarixi, müstəqillik dövründə ümummilli lider Heydər Əliyevin müəllifi olduğu iqtisadi inkişaf strategiyası, Azərbaycanda özəl bölmənin inkişafı üçün əlverişli biznes və investisiya mühitinin formalaşdırılması istiqamətində həyata keçirilmiş tədbirlər və özəl sektorun, azad sahibkarlığın inkişafı üçün dövlət dəstəyi barədə ətraflı məlumat verib. Görüşdə yeni abituriyent hazırlıq kursunun rəhbəri Şöyüf Səfərov və Əli firmasının direktoru, YAP Ərazi Partiya Təşkilatının sədri Qəhrəman Quliyev çıxış edərək, özəl sektorun inkişafı istiqamətində həyata keçirilən islahatlar barədə fikirlərini bölüşüblər. Sonra rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup sahibkar YAP Ağcabədi rayon təşkilatının fəxri fərmanı ilə təltif edilib. Tədbirə Yeni Azərbaycan Partiyasının himninin səslənməsi ilə yekun vurulub.